Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bu dəqiqələrdə davam edir. Qeyd edək ki, bir ilə yaxındır məhkəmə istintaqı aparılır və bu müddət ərzində cinayət işi üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar məhkəmə istintaqında araşdırılıb, tədqiq olunub. Eyni zamanda çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri məhkəmədə ifadə veriblər. Həmçinin ibtidai istintaq zamanı ifadələr verilmişdi, hansı ki, zərərçəkmişlərin hüquqi varisləri. Bununla bağlı onlar üzürlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilmirdilər və məhkəmədə onların ifadələrinin elan olunmasını xahiş etmişlər. Həmin ifadələr də, ibtidai istintaq zamanı verilmiş ifadələr də məhkəmədə elan olundu, tədqiq olundu. Ruben Vardanyan isə bir ilə yaxındır davam edən məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, bu müddət ərzində demək olar ki, bütün sənədlərə, sübutlara, faktlara öz münasibətini bildirib və həmçinin demək olar ki, hər iclasda müxtəlif vəsadətlərlə çıxış edir. Sonuncu iclasda da Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkili məhkəməyə müraciət edərək iş üzrə keçən çoxsaylı sənədlərlə tanış olmaq istədiyini bildirmişdi və məhkəmədən bununla bağlı onlara zaman ayrılmasını və şərait yaradılmasını xahiş etmişdi. Məhkəmə demək olar ki, qanun çərçivəsində olan vəsadətlərin böyük hissəsini təmin edir, böyük hissəsini onun vəsadətləri qəbul olunur. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittihamlar irəli sürülür. Proses açıq keçirilir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.